Sentyabrın 27-sində Xankəndi şəhərində Qarabağ Universitetində 44 günlük Vətən müharibəsinin 5-ci il dönümünə həsr olunmuş Zəfər Zəngi adlı sənədli filmin təqdimatı olub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə təqdimat şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra filmin ssenari müəllifi əməkdar jurnalist Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telman qızı çıxış edərək Xankəndidə qəhrəmanlarımızın şücaətini göstərən filmin nümayişinin böyük bir qürur hissi yaşatdığından danışıb. 44 günlük, 30 illik həsrətin sonu, zəfərin başlanğıcı oldu. 44 gün xalqımız bir ürək, bir yumruq oldu. Minlərlə igidimiz öz canını sipər edərək torpaqlarımızı azad etdi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix ordumuzun gücü, xalqımızın birliyi ilə qazanıldı. Bugün ayaq basdığımız torpaqlarımız, vətənimiz azaddır. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz soxunulmazdır. Yaşasın zəfərimiz, yaşasın Azərbaycan. Bu filmlə biz tariximizi, qürurumuzu, zəfərimizi yad edəcəyik. Tariximizin ən şərəfli səhifələrini bir daha xatırlayacağıq. Qoy bu təqdimat mərasimi şəhidlərimizin ruhuna bir dua, qazilərimizə bir təşəkkür, gənclərimizə isə bir yol xəritəsi olsun. Şəhid atası, Xankəndi sakini Kamran Nəsirov, oğlu Xəqaninin keçdiyi döyüş yolundan, oğlunun da canı bahasına azad etdiyi torpaqda qürurla yaşadığından danışıb. Xüsusi təyinatlı Aslan Şərifov isə bu gün ilk dəfə azad etdiyi Xankəndiyə ayaq basmasından söz açıb. O günlərlə bağlı xatirələrini bölüşüb. Bu gün həm də Xankəndi, Ağdərə və Xocalıdakı açılışları, köçü əks etdirən video çarxda nümayiş olunub. Qeyd edək ki, təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin bərpa, tikinti və idarəetmə xidmətinin əməkdaşları, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, qazilər, şəhid ailələrinin üzvləri, ziyalılar, media nümayəndələri iştirak edib. Elvin Qudratov, Novruz Vəliyev, Bugün informasiya proqramı üçün.